Salam əziz dəyərli izləyicilər. Bugün sizə xərçəng bürcünü təqdim edirəm əzizlərim. Bax əzizim, fincanın içində sənin ruhu, gizli hissləri və intuisiyavi gücünü göstərir əzizim. Bax su halqaları. Son vaxtlarda içində böyüyən emosional dalğalar göstərir bu. Zahirdə sakit görünməyə çalışırsan, amma daxilində çox şeylər dəyişir sənin. Bəzən sən keçmişlə gələcək arasında qalırsan. Sən bəzi insanları, hadisələri artıq geridə qoymaq istəyirsən, amma ürəyin tam buraxa bilmir. Bu həftə keçmişdən gələn bir xəbər, bir mesaj, bir təsadüf qarşılaşma ola bilər sənin üçün əzizim. Bax, burada bir məktub, bir kağız. Uzun müddətdir ürəyində saxladığın, yığdığın bəzi duyğular üzə çıxa biləcək. Həftənin ortalarında eşidəcəyin bir söz sənin baxışını dəyişə biləcək. Son günlərdə həddindən artıq düşünməyi, emosional yorğunluğu göstərir səndə. Sən insanların davranışlarını ürəyinə çox salırsan, əziz xərçəng. Fincanda göstərir ki, bu həftə öz ruhunu qorumaq sənin üçün çox vacib ola biləcək. Bu həftə hər kəsin yükünü öz üzərinə çalış götürmə. Sən insanlara kömək etməyi sevirsən. Amma artıq öz enerjini də qorumaq lazımdır. Bir xəbər, bir ümid işarəsi çıxdı. Həftənin ikinci yarısında gələn bir xəbər sənə daxili rahatlıq verə bilər. Bəlkə də münasibətinizdə bir soyuqluq varsa, bir hərəkətlənmə ola biləcək, o soyuq münasibəti ortadan götürmək istəyəcəksən, bir gizli danışıqlar. Bax, burada sənə qarşı paxıl olanlar var. Ətrafında sənin sakit, mərhəmətli enerjinə də hətta qısqanırlar sənə. Düzdür, deməzdim düşmən kimi, amma haqqında danışaraq bəzi sözləri qısqanaraq öz qısqanclığını göstərəcək o insan. Yəni, çevrəndə olan biriləridir, qulağına gəlib çata bilər. Bir qadın sənə qarşı çox maraq göstərir. Səni özünə müqayisə edir. Bax, burada bir partnyorun varsa, bir sevgilin həyat yoldaşında varsa, burada bəzi incikliklər görünür, qısqanclıqlar görünür. Yəni, qısqanclıqlar sizi uçuruma apara bilər. İncikliklər də bir araya danışaraq gələcəksiniz. Əgər xərçəng təksənsə, keçmişdən biriləri yenidən səninlə əlaqə saxlamaq istəyəcək. Amma o insanın enerjisi hələ sizə qarşı dəyişməyib. Ailəyə çox bağlısan, ailəni belə qoruyursan, qoruyucu bir halın var. Yəni, ailə sənə bağlı olduğunu göstərir. Amma bəzən ailədə olur danışılmayan sözlər, incikliklər, narahatlıqlar. Bunlar hamısı keçicidir əzizim. Bir şeyləri içində saxlayırsan. Susduqca elə bir içində o yük daha da artır, amma yorulursan sən onu saxlamaqdan. Bu həftə sevgi həyatında bir məsafə enerjisi. Amma bu məsafə olduqca içində, daxilində yorğunluq hiss edirsən. Çox yorğunsan, əziz xərçəng. Qohumlarla bağlı bir görüş və ya uzaqdan gələn bir xəbər ola biləcək. Yaxın çevrəndə ya qonşuluqdan eşitdiyin maraqlı bir xəbər eşidəcəksən. Ummadığın, gözləmədiyin yerdən qapılar açılır, ruzu qapılar açılır. Elə bir ki, bax, doğru insanla, düzgün insanlarla oturub durmaq istəyəcəksən. Bu sənin için çox gözəl olacaq. Yox, əgər doğru, düzgün insanlarla oturmazsansa, o ruzu qapıların da sənin çətin açılar əzizim. Yəni, üzülərsən. Ürəyində biraz çalxantılar var, yəni narahatçılıqlar var. Hardansa maddiyyat gözləyirsən, bəzi üzüntülər keçirdin. Cibivə belə pul qoymusan, cibində pul tutmusan və ya biraz da yığmısan, iyulda o pulları xərcləyəcəksən, xərcləmək istəyəcəksən, niyyətin var. Qısa yolların var. Səni yeməyə dəvət edəcəklər. Ortaq iş yoldaşın və ya ortaqlıq bir işlə əlaqəli biriləri var, güvənmirsən elə bir ona. Artıq şübhələrim var ona qarşı. Bax, çoxdan da ata-ana olmaq niyyətində, övlad sahibi olmaq niyyətindəsi bir övlad xəbəri, bir hamiləlik xəbəri sevindirə biləcək.
Xoşbəxtliyin artmağa doğru gedəcək. Qohum tərəfdən bəzilərindən dəstək görə biləcəksən. Artıq bəzi insanları görmək fikrində deyilsən. Gözəlliklər önünə səriləcək. Biriləri bilmirəm, qızıl zinət bir şeyləri, qızıl satmaq istəyəcək. Qızılı var, onu satmaq istəyəcək nə içinsə və ya bəlkə də alacaq. Biraz ruh halın var. Telefon zəngi səni içi rahat edə biləcək. Bir qadından qadına hədiyyə gedəcək. Bir qohumdan qırılmısan, qohumla aranda problemlər olmuş. Ümidləri yaşayırsan. Biriləri sənin üçün çox darıxır. Sevdiklərin arasında qısqananlar var. Bir sevdiyin insandır, bəlkə də həyat yoldaşını küsürsüz barışırsınız. Xeyirli xəbərlər gələcək. Fərqli bir iş, bir fikir danışılacaq iki tərəfdən. 2 həftə ola bilər biraz ümidsiz kimi, bəzi xəbərləri eşidə bilərsiniz, üzülə də bilərsiniz. Bunlar yavaş-yavaş keçəcək, gedəcək əzizim. Gözləmədiyin anda bir sevinci ola biləcək, əngəllər qalxacaq. Biraz qorunmaların var. Sən qəlbi və ruhuna biraz, ruhunla, qəlbinlə biraz düşünürsən əzizim. Ruhunla danışırsan. Sənin silahın, sənin hisslərin də əziz xərçəng. Sevdiklərinə sevdiklər və sənin sədaqətin böyükdür. Sədaqət də gözləyirsən qarşı tərəfdən. Addımını çox ehtiyatla atırsan. Sevdiklərini də bax belə dağ kimi qoruyursan onları, amma dağ kimi də sərt ola bilirsən. Hərdən, kiməsə lazımdır öz sərtliyini göstərə bilirsən. Sevəndə də gözəl sevirsən, nifrət edəndə də buz kimi insana dönürsən əzizim. Gizli duyğuların var. Xəyanəti heç cürə bağışlaya bilmirsən. Həyatından belə silirsən. Tək sevgidə deyil, adi dostluqda da o xəyanəti tez silə bilirsən. Dostluq münasibətində bir dostdan uzaqlaşacaqsan, iki nəfər sənə yaxın gələcək, ya yoldaşdır, ya səni tanıdığın, sənə yaxın tərəf gəlir. Amma vacib sənə olan bir dostdan aranızda bir soyuqluq enerjisi, onun dəyişməsi ola biləcək. Bəzi insanlarla da əvvəlki kimi rahat özünü hiss etməyəcəksən. Çünki ruhun dəyişir, daha saf enerji axtarır. Yəni özün kimi saf enerji axtarır. Yeni bir tanışdığın görsənir, sənə emosional bir rahatlıq, bir anlayış verə bilər. İşdə, karyera sahəsində yüksəlişin görsənir. Uzun müddətdir düşündüyün bir dəyişiklik, sənə uyğun bir enerji gəlir qarşına. Yeni təkliflər, yeni sözləşmələr, anlaşmalar ola biləcək. Bəzən özünə bir inamsızlıq olur səndə. Yəni, bunu bacararam-mı? Yəni, o sualı çox özünə verə bilərsən. Gələcəyə doğru rahat addımlar atacaqsan. Ailənlə, evlə bağlı xərclərin ola biləcək. Alış-veriş enerjisi görsənir. Özünü pis hiss etdiyi zaman belə həmin vaxtı lazımsız xərclər də eləyə bilərsən. Yəni, eləyib sonra peşman olursan ki, mənə lazımıdır, aldım. Uşaqlarınla bağlı, əzizim, onların emosional vəziyyətinə diqqət etməyin vacibdir. Bəzən uşaqlar var, çox sərt davranırsan. O sərt davranışla olmaz, onlara dost olmaq lazım. Yenə məsləhət sizindir, əzizim, mən öyüd nəsiyyət vermirəm. Yəni, yol göstərirəm haradasa. Çünki, bax, övladınızın sınaqlarıdırmı, imtihanlarıdırmı, biraz sıxırsan, biraz dost kimi ol, biraz, yəni çalış övladın da bax telefondan uzaq olsun. Telefondan uzaq olmasa əgər o imtahandan, sınağından istədiyi balı yığmaya bilər əzizim. Biraz övladınla da bu həftə məşğul olun əzizim. Gördüyün bəzi yuxular, hiss etdiyin enerjilər təsadüfi olmayacaq əzizim. Keçmişdən gələn bir insan bağlanmamış mövzuları yenidən gündəmə gətirə bilər sənə. Bu həftə bəzi insanlarla özünü səbəbsiz yerə yorğun hiss edə biləcəksən. Çünki onların negativini çəkə bilərsən. Onların negativi ilə qaynaqlı ola biləcək. Biraz sağlığınıza fikir verin. Sağlamlığınıza fikir vermirsiniz. Anidən yəni bədəniniz siqnal verə bilər. Yorğunluq da, həm də sağlığla da. Zehniniz biraz doludur əzizim. Qarma qarışıqdır. Biraz stresi azaltsanız sizin xeyrinizə ola bilər.
Telefondan biraz kənar olun, biraz bəzi sosial şəbəkədə, yəni sosial mediada bəzi insanlarla, yəni danışığı uzaq eləyin. Çünki bax oradan sosial mediadan sizə bir şərmi, bir sizi üzən bir şeylər, yəni incidən bəzi səbəblər ola bilər. Ona görə əzizim, bax bəzən bu həftə pəncərənin qırağında duraraq səsli şəkildə, gözünü yumaraq səsli şəkildə gözün qabağına yaxşı yollar, gözəl, ruzu, bərəkət, qapılar açılır, üzvə gətir və 3 dəfə bu sözü dinlə. Mən bütün ağır enerjidən azad, elə bir ki, bütün ağır enerjidən uzaqlaşıram. Mənim ruhum sakitləşir, işıq içindədir. Mənə aid olan sevgi, mənə aid olan ruzunan rahatlıq mənə gəlir. Yəni bu 3 dəfə bu sözləri deyin əzizim. Sonra da elə bir qurtum su için. Ya bir stəkan suyu tutun, o sözləri də deyə bilərsiniz, sonra bir qurtum su içə bilərsiniz. Bu həftə sənin üçün emosional bir aydınlaşma, daxili dönüş həftəsidir. Həyat sənə bəzi insanlardan və bəzi hadisələri olduğu kimi göstərəcək. Bəzi insanları olduğu kimi sizin qarşınıza çıxardacaq. Bəzi insanları da, lazım olan insanları öz yanınızda saxlayacaqsınız. Bəzi təkliflər gələcək. Hər təklifi qəbul etməyin. Yəni işlə əlaqəli elə bir təklifi qəbul edib sonra başınız ağrıdacaq ki, niyə mən bu işi götürdüm, mənə lazım. Peşmançılıq ola bilər. Ona görə çox götür-qoy elə bilər etkinlə. İş verənsənsə, işçünlə sənin aranda bəzi mübahisələr ola bilər. Ya işlə əlaqəli, ya maddiyyatla əlaqəli mübahisələr ola bilər. Ya da işlədiyin yerdə ala bilmədiyin pula görə biraz istədiyin büdcəni ala bilmədiyinə görə biraz əsəbi ola bilərsən, sinirli ola bilərsən. İşdə biriləri sənin ayağının altını dartır, səni sevmir, yalandan üzvə gülür, səndən müdiriyyətə xəbər apara bilər. Bu həftə işindən möhkəm yapış, çünki səni gizli izləyib xəbər aparıb xəbər gətirən var əzizim. Bir də ki, yol hərəkətlərindən əlaqəli, maşının çarxıdımı, maşındımı, maşının qabaq hissəsini, kiçik bir cızılmadımı, ya bir kiçik bir qəzadımı ola bilər əzizim. Ola bilər bir daşlı nəticə maşınva deyə bilər, əzə bilər. Biraz diqqətli olun, sürətli sürməyin, fikirli olmayın, dağınıq olmayın, çalışın bu həftə. Bir də evin içində bəzi əşyalar sınırsa, anidən sınırsa, evdən çıxanda yaxşı, evə girəndə çox belə əsəbi olursunsa, bir-birindən söz getmirsə, bilin ki, evinizdə həmin insanın evində negativ var. O negativi təmizləyin, musallat yollanmış sizə negativlər var, evinizi təmizlik işi edin. Yoğuşan otu yandırın, tüstüsünü hər tərəfə verin. Ondan sonra dualar edin, dualara bağlanın, zikirlərə bağlanın. Əzizim, mən deyəndə ki, dualara, zikirlərə bağlanıb evdə oturub gözləməyin ki, mən dua etdim, zikir etdim, amma ruzu qapılarım açılmadı. Yox, bunu edərək, oxuyaraq, demək ki, hərəkətdə də olmalısınız. Hərəkət edərək o ruzu qapıları sizin üzünüzə açılacaq əzizim. Bəzi xərçənglərin çox çətin vəziyyəti var. Ona görə deyirəm ki, dualara bağlanın, hərəkət edin. İş yerinə baş vurmuşsunuz, bir işdən, bir yaxın insandan sizə iş təklifi də gələ biləcək. Sən də əvvəlki kimi əziz xərçəng susmayacaqsan, hər şey içində saxlamaq istəməyəcəksən. Çünki ruhun yeni mərhələyə keçid edir əzizim. Amma fincanda çıxır ki, qarşında sənin üçün yeni hisslər, rahatlıq gəlir və daxilində bir güclənmə enerjisi olacaq. Əsas məsələ odur ki, sən öz ürəyinin səsini dinləyəsən və öz sirlərini heç kimə deməyəsən, sosial mediada da paylaşma etməyəsən, öz sevincini, balalar, övladının sevinclərini və ya ailə, bacı qardaşlarının sevincini, hamısını nə bilim statusa qoyursunuz, nə bilim Facebooka qoyursunuz, nə bilim Instagrama qoyursunuz, paylaşırsınız. O paylaşırsınız, bir də görürsünüz ki, heç nədən bir problem yaranır. Deyirsən, ayalı, durduğum yerdə niyə bu problem yarandı? Amma baxın, görün, paylaşmışsınız, statusda vermişsiniz, hamısı baxıb, neçə gözlər baxıb, neçə nəfislər baxıb, neçə ahlar qoyulub. Ondan sonra o problem yaranır. Əzizlərim, öz sirrinizi özünüz saxlayın, öz içinizdə saxlayın. Diqqətinizə görə var olun, sağ olun.